Salam değerli izleyiciler, hər vaxtınız xeyir olsun. Bugün sizinlə evdə olan ərzaqlarla inanılmaz dadlı, ləzzətli, ağızda əriyən piroq hazırlayıram. Əgər maraqlıdırsa başlayaq. Qaba 180 qram çörək yağı, 400 qram un, yəni stəkanla desək 4 stəkandan 1 xörək qaşığı az un əlavə edib umaç hazırlayırıq. Məndə bir qədər yağı bərk olduğuna görə sürtkəzdən istifadə etdim. Piroqda istifadə etdiyim ərzaqların miqdarını videonun açıqlama hissəsində də tam dəqiqliyi ilə qeyd etdim. Umac artıq hazırdır. Üzərinə 1 ədəd yumurta əlavə edirik. 3 xörək qaşığı qatıq. Əgər qatıq yoxdursa, xamadan da istifadə etmək olar. Yarım stəkan, belə desək, 1 armud stəkan şəkər tozu və 1 bağlama kabartma tozu əlavə edib qarışdırırıq. Ardından xəmir yoğururam. Xəmiri yoğuran zaman ilk öncə elə gəlir ki, sanki xəmir alınmayacaq. Yaxşı yoğurduqda görəcəksiniz ki, elə yapışmayan, yumuşaq, gözəl bir xəmir alındı. Əgər sizdə xəmir bir qədər quru alınarsa, yenidən 1 xörək qaşığı qatıq əlavə edə bilərsiniz. Xəmir artıq hazırdır. Hazır olan xəmiri 2 hissəyə ayırırıq. Bir hissəni digərinə nisbətən bir qədər böyük hazırlayırıq. Yəni piroqun alt hissəsində istifadə etmək üçün digərini isə üzərində istifadə edəcəyik. Üzərinə istifadə edəcəyimiz kiçik hissəni pengevin paketə yerləşdirib soyuducunun buzluq gözündə piroqu hazırlayana qədər gözlədirik. Piroqu bişirmək üçün 30-un 21 olan belə bir tavadan istifadə edirəm. Tavanın içərisinə yağladıqdan sonra xəmirin, yəni böyük hissəni tavanın içərisinə yerləşdirib gördüyünüz qayda ilə tava boyunca yayırıq. Üzərinə bişmiş qatlaşdırılmış süd əlavə edirəm. Sizlər bişmiş qatlaşdırılmış südün yerinə hər hansı bir cemdən istifadə edə bilərsiniz. Mən ümumilikdə 4 xörək qaşığı bişmiş qatlaşdırılmış süddən istifadə etdim və xəmirin hər bir tərəfinə eyni bərabərlikdə yayıram. Sonda üzərinə buzluqda saxladığım xəmiri sürtkəzin böyük gözündən keçirərək əlavə edirəm. Hazırdır. Öncədən isidilmiş sobada 180 dərəcə temperaturda 30-35 dəqiqə arası piroq bişib hazır oldu. Tam soyuduqdan sonra dilimləyib süfrəyə verə bilərsiniz. Ağızda əriyən, dadlı, ləzzətli, ən əsaslı evdə olan ərzaqlarla hazırlanır. Mən bu piroqu demək olar ki, tez-tez hazırlayıram. Dadına baxan hər kəs ləzzətini çox bəyənir və reseptini məndən istəyir. Əgər siz də bir dəfə hazırlasanız, inanın dadını hər kəs çox bəyənəcək. Əgər belə gözəl, dadlı təamlardan anında xəbərdar olmaq istəyirsinizsə, kanala hələ də abunə deyilsinizsə, kanala abunə olub, videonu bəyənib, zil butonunu açmağı və dostlarınızla bölüşməyi unutmayın. Bu günlük bu qədər. Özünüzə yaxşı baxın. Hələlik.